Yeni gündən, yeni vlogdan hər birinizi salamlayıram xanımlar. Bu sabah nə yatdıq, nə də yuxu gördük. Böyüklü, kiçikli saat 6-dan ayaq üstəyik. Gəlib töküldülər, asfalt düzəldirlər. Yolu izi didib tökürlər. Bir traktorları var. İnanın ki, elə bir səs verir, Bütün məhlə ayağa qalıqdı. Saat 6-dan, 7-dən də iş görülən şeydir mi? İşçilər də baxın o tərəfdədir. Onlar da yazıq bir insandır. Tezdəndən gəlib işlərinin üstündə dururlar. Biz söylənməklə ha döyülü. Baxın, burada kim var? Tuttum bunu. Bu dəfə. Bugün mən də görürsünüz siz. Sabah. Tuttum bunu. Qardaşın başını yaran yerinə pis görünür aynəsbi. Balaca vaxtı belə daş dığarıyırdı. O da getdi. Düz bacımın başına ilişdi daş. Baxın o, bax burada nə görünür? Bax bu gördüyünüz yerə daş dəyib. Yıxıb. Başımın ortası bər. Bərdədir, biraz bəri tərəfdə. Bax elə düz oradır. Keçəl kimi görünür. Yaxşı eləyib qardaşım elə, heç bir şey olmaz. Başım istəsəydi, ağzım açar gözüm vardı. Bu biraz xoddudur xanımlar. Bununla mənim aramda dağlar qədər fərq var. Sən buna adamı vermədin. Nəyi? Nəsibənin ayrı xəssiyyəti var, mənim ayrı xəssiyyətim var. O ayrı cür insandır, mən ayrı cür insanım. Yəni xarakterlərimiz heç bir-birimizə oxşar deyil. Abacı, biraz belə gəlsənə. Salamat olun. Düz ekranın ortasında dur. Niyə? Yukarıda dursam olmaz mı? Yox. Uğur olsun, git. Sizə yaxşı çəkilişlər. Sizə də yaxşı işlər. Yaxşı danışmalar, mənə də yaxşı işlər, salamat olun. Uğur olsun. Gəlim ötürümdən indi nə qayırım? Gəlim keçirim. Paketlərim burada qaldı. Paketimi də. Gəlim ötürüm. Onsuz da bugün yatmamışıq. Can, necə paketim var? Can, necə? Necə paketim var deyir Can. Niyə bu qədər yüklənib gəlirsən? Orada yoxdur yer qoymağa. Var az qoymağa. Bəni yüklənib gəlirsən. İntası 2 dəqiqəlik yoldur. Piyasa sizin görək. Sizini görək. Işığı bayaqdan yandırsaydım bir sirrini sifətini görəydik. Var qoymağa. Kirlənir, yüməyə Müxək qoymuşdum mən oraya. Kirlənir, yüməyə getirirəm. Havun da təmizdir, yürüşür. Sən həmişə eləsən. Burada geyinərsən onu, biz burada geyinəndə o saat deyirsən ki, evdə geyinməyin. Ana, mən yudum təmiz axşam, yağıltının üstünü yudum. Deyirəm axı. Nə günə qoyublar. Nə günə qoyublar. Sağ ol, olur olsun. Yer get. Elə biraz o yoldan da belə gedir. 2 dəqiqəlik yoldur iş yerinə. Ona görə tam vremyasında gedib çatır. Nə günə qoyublar. Hər yer üstündədir. Yazıqlar, onlar da pul dərdindən. Güllərimi də suladım, boş durmadım. Yarpaqlarını da yudum, apardım hamam otağında. Oldular tərtəmiz. Bunlar da hələ indi özünə gəlir. Köksüz idi, elə butaqlarını əkdim. Kötüklərini atdım. Butaqlarından əkdim ki, gəncləşsin. Amma bu kötüyü atmadım. Çünki çox nadir tapılan güldür, gerandır. Qəşəng açır, qızıl gül kimi açır, fərqli açır. Bunlar da belə gedək indi səs, küy var.
Buradan baxanda qonşunun həyətində olan ağaca çox gözəl görüntü əldə etmiş oluruq. Mən təbiəti çox sevirəm. Təbiəti sevən xanımlar üçün çəkdim bu gözəl görüntüyü təmiz pəncərədən. Pəncərələrimizi yuduq, təmizlədik. Artıq gül kimi oldu. Bir əksiklik var, pərdə. Pərdəni də inşallah ən qısa sürədə alacağım. Sadəcə biraz gözləmək lazımdır da. Bir neçə xanımlar bu haqqında da yorum yazmışdı ki, pərdə alasınmı? Əlbəttə ki, alacağım. Sadəcə biraz gözləmək lazımdır. Bu evə köçəndə ən çox ürəyimə yatan yer hara oldu, bilirsinizmi? Baxın, mən gəlib burada məsələ qab yürürəm, nəsə iş görürəm. Belə rahat bir şəkildə yolu görürük. Yoldan keçəni, gələni, uşaqlar məktəbdən gələndə rahat görə bilirəm. Bir o var ki, nə? Qonşunun həyətini də görə bilirəm. Bu dəmir biraz hündür olsaydı buraya qədər görə bilməzdim. Mən elə fikirləşirəm ki, ışıq da az olardı evin içinə. Yoldaşıma deyirəm, ışıq az olardı. Deyir, yox, az olan döydü. Sadəcə biraz qalıqsaydı, deyir, qonşunun həyəti də görünməzdi. Mən ən çox bu yolu sevdim. Yolun görüntüsünü. Hə, qızlarım. Hə, gözəlliklərim, artıq tərtəmiz pəncərənin qarşısında durursunuz, hə? Ay gözəllər. Elə bil insan kimi danışıram, ay Allah. Qıraqdan baxan deyəcək, bu qızın başına hava gəlib. Bu setkanı da yudum, artıq setkalarımızın hamısı təmizdir. İndi digər işlərimi görüm, qaldı yemək işi. Bugün mən ət yeməyi pişirməyi seçdim. Siz nə pişirəsiniz xanımlar? Yorumlarda yazarsınız. O tərəfdə nəsə olub deyəsən. Xeyirlisindən olsun, yaman yığancaq var. Maşınlar çoxdur. İnşallah xeyirli bir şeydir. Bu əti gətirib indi qovuracağım.
Qoyun ətidir. Bunu yoldaşım yemir. Biraz davlenası var. Bunu yeyəndə başı ağrıyır. Ona görə ona ayrı şey pişirəcəm. Onu da hələ fikirləşməmişim. Fikirləşib ortaya bir şey çıxardaram. Bunu axşam gətiribdi. Dostları var Azərbaycanlı. Qurban kəsmişdi. Qurban tikəsidir. Allah qəbul eləsin qurbanlarını. Mən də indi bunu sadəcə qovuracam. Elə qovurmasını yeyərik. Çünki əti bizdə uşaqlar elə ürəklə yemir. Sulu da pişirəndə qalacaqdır. Heyf olmasın deyə sulu pişirmirəm. Çox mal əti zad olanda sulu pişirirəm. Əti heç nəsiz, sadəcə öz yağına qovurdum xanımlar. Duz vurdum, biraz su vurdum, su çəkilənətən ət yumşaldı. Ondan sonra yağını qoydu, qovurdum qazanın içində. Biz buna jaron deyirik. Çox dadlı olur. Ət biraz da qızaran kimi olur. Yanına da ki, yoldaşım onu yemədiyinə görə gətirdim, plov pişirdim. Özbək plovu pişirdim. Bu da belə artıq hazırdır. Axşam yeməyimiz hazır oldu. Sakin vereyim mi? Yok canım. Сможешь пройти мой рекорд? Смог? Смотри. Все смотрят. Нас и Яндекс Варман. Костер либо банк. А мы не точно банк. Точно. Bir stəkanda yorğunluq çayı içək, ondan sonra rahat-rahat dincələrik. Yeməyimizi yedik. Ortalığı topladım, səliqə səhmana saldım. Gördüyünüz kimidir. Buladığımız qabları da yudım. Sadəcə quruluyub yerinə yerləşdirəsiyəm. Bir işim o qalıbdır. Bugün çox təəssüf ki, gördüyüm işlərin sadəcə bir hissəsini gördünüz siz. İnanın ki, saat 6-dan qalxan insanam. Yolu didirdilər deyə səhər yuxusunu da yata bilmədik. Qalxanam, hərəkət edirəm, hələ 2 dəqiqə deyəsiniz ki, oturdu bu insan, dincəldi. Sadəcə uşaqlar məktəbə yola salındı, biraz dincəlmişəm. O da ki, vurub tutub yoxlasam bir 5 dəqiqə olmaz.
Oranı təmizləyim, buranı yığışdırım, bunu alım, gedim filan alış-veriş edim. Bu alış-veriş etdiklərimi siz görmədiniz. Telefonumu evdə qoyub gedirdim. Çünki çəkiliş edirəm bir tərəfdən. Bir tərəfdən də o biri kanalıma çəkiliş etdim. Bir tərəfdən evi sərəqə səhvana salıb həm yeməklər hazırlayırdım. Çox idi yəni. İşim heç qutarmır. Bir məndə yox, bütün ev xanımlarının işi qutarmır. Mən bilirəm. Neysə, gördüyünüz kimi də hər şey. İstəyirəm ki, bu videonu burada sonlandırım xanımlar. Sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun. Yeni vloglarda görüşmək diləyilə.